Salam, hörmətli izləyicilər. Bugün bizim sizinlə psixologiya söhbətləri ilə bağlı növbəti görüşümüzdür. Və bugünkü görüşümüzdə biz çoxlarını maraqlandıran, çoxlarını düşündürən və çoxsaylı sualların cavablarını axtaran insanların maraqlarını bir qədər, heç olmasa bir qədər cavablandırmağa çalışacağıq. Söhbət şuurdan, şuuraltıdan və intuisiyadan gedir. Psixologiya elminin nailiyyətləri olduqca böyükdür. Onun yarandığı dövrdən bugünə qədər çox saylı yüzlərlə suallara cavab axtarıb, tapıb. Amma onun ən çox əziyyət çəkdiyi, tamamilə alim izah eləyə bilmədiyi məsələlər məhz bugünkü mövzumuzla, onun bir hissəsi ilə bağlıdır. Bu da ki, şuuraltı və intuisiya məsələlərdir. Şuur haqqında çoxsaylı elmlər tədqiqatlar aparır. Bu elmlərə biz ilk növbədə fəlsəfəni misal göstərə bilərik. Fəlsəfə tarixindən bilirsiniz ki, hələ qədim dövrlərdən şərq fəlsəfəsində, ondan sonra Yunan fəlsəfəsində şuurun vəziyyəti, şuurun xüsusiyyətləri haqqında mülahizələr irəli sürülüb. Bugünə qədər bu mülahizələr, mübahisələr, söz dəyişmələri, fikir toqquşmaları davam edir. Hər bir elm şuuru özünün predmetinə uyğun izah eləməyə çalışır. Əlbəttə ki, bu sayədə şuurla bağlı ən çox təhlillər aparan, belə deyək, təhlillər aparan elm fəlsəfədir. Amma fəlsəfə, bilirsiniz ki, eksperimental elm deyil. Fəlsəfə insanın, tədqiqatçının, filosofun ağlına, düşüncələrinə, onun özünə məxsus intellektinə uyğun irəli sürülən mülahizələr əsasında təhlillər aparır və nəticələr söylənir. Amma psixologiyanın vəziyyəti belə deyil. Şuurla məşğul olan digər elmlər də məsələlərə əslində daha ciddi yanaşmağa çalışırlar. Məsələn, şuuru araşdıran digər bir elm antropologiyadır. Antropologiya elmi şuurun genezisini, yəni əcdadlarımızın beyni quruluşu, beyin çəkisi, beyin ölçüsü və onun keçdiyi bütün inkişaf yolu haqqında araşdırmalar aparır. Digər bir elm sahəsi psixofiziologiyadır. Psixofiziologiyada artıq insan beynində gedən proseslər, mexanizmlər, sinirlər arası əlaqələr öyrənilir. Bu baxımdan biz neyrofiziologiyanın, psixologiyanın da adını çəkə bilərik ki, şuur haqqında onlar da çox mühüm tədqiqatlar aparırlar və bir qəti fikir söyləməyə çalışırlar. Amma hələlik şuurun tam mahiyyəti, tam mövcudluq forması, tam funksiyalaşması barədə qəti fikirlər yoxdur. Amma əlbəttə ki, fikirlər var. O fikirlər elmi psixologiyada toplanır və şuur haqqında müxtəlif eksperimentlər, nəticələri ilə bağlı bir sıra ümumiləşdirmələr aparılmışdır. Və burada bizim ilk növbədə təbii maraqlandıran sual budur ki, psixologiya elmi şuuru necə qiymətləndirir, necə izah edir? Yəni, şuur nədir? Şuur ümumilikdə insanın hissləri, duyğuları, düşüncələri, əqli imkanları sayəsində gəldiyi ümumi bir nəticədir, yəni unikal bir sistemdir. Yəni, şuur təklikdə öz başına fəaliyyət göstərmir. Şuurun fəaliyyət göstərməsi üçün, şuurun var olması üçün ilk növbədə insanın duyğular sistemi çalışmalıdır, onun ötürdüyü siqnallar qavranılmalıdır, qavranılan siqnallar hafizə proseslərində emal olunmalıdır, ümumi mühüm bir nəticələr yadda saxlanılmalıdır, lazım olanda yada salınmalıdır. Və bütün bu proseslər təfəkkürə köçürülməlidir və təfəkkürdə davam olunmalıdır. Və təfəkkürdə bilirsiniz ki, idrakın ən dəyərli, ən həll edici bir mərhələsidir. Təfəkkürdə də mühüm bir proseslər nəticəsində əqli nəticə çıxarılmalıdır, hökm verilməlidir ki, bu budur. Və biz bu zaman artıq şuuru görə bilirik.
bu əldə olunan nəticə nə dərəcədə şuurludur? Psixologiya məktəblərində şuurun öyrənilməsinə maraqlar elə psixologiyanın yarandığı gündən başlayıb, amma bu məktəblərdə 20-ci əsrin ortalarına qədər çox yüksək nəticələr də əldə olunmadı. Təfəkkürlə bağlı aparılan araşdırmalarda müəyyən, yəni inandırıcı, əsaslandırıcı bir dəlillər söylənilir. İlk növbədə asosialistlər tərəfindən şuur haqqında fikirlər söylənildi. Daha sonra Würzburg məktəbində Külpe onun şagirdləri, əməkdaşları tərəfindən onun vəfatından sonra şuurun öyrənilməsi davam olundu, təfəkkür səviyyəsində öyrənilirdi. Ondan sonra Gestalt psixologiyada müəyyən diqqət yetirilirdi. Amma daha sonra müasir dövrümüzdə isə kognitiv psixologiyada şuura kognitiv sistem halında, kognitiv sistemin hərəkətə gətirən bir güc kimi, qüvvə kimi, bir mərkəz kimi yanaşılmağa başlandı və bugün bizim əlimizdə olan ən son dəlillər məhz kognitiv psixologiyanın əldə etdiyi faktlara əsaslanır. Sizi maraqlandıran məsələlər əlbəttə şuurun mövcudluq forması və onun bizdə, məsələn, bugünkü insanda onun necə özünü göstərməsidir, necə müşahidə olunmasıdır. Amma mən sizin bu sualınıza, bu marağınıza qəti cavab verə bilməyəcəm. Çünki psixologiya elminin belə bir cavabı yoxdur. Niyə? Ona görə ki, şuur ümumiyyətlə konkret bir obyektlə bağlı deyil, konkret bir forması yoxdur, konkret müşahidə etmək imkanımız yoxdur. Şuur fəaliyyətdə özünü göstərir. Yəni, şuurun mövcudluq forması bizim fəaliyyətimizdir. Fəaliyyətimiz nə qədər düzgün yönəliş götürübsə, düzgün istiqamətə yönəlibsə, düzgün motivləşərək düzgün məqsəd qoyulursa, planlaşdırılır, həyata keçirilir və ağla sığan, məntiqli, məqsədyönlü, dəyərli nəticələr əldə olunursa, bu artıq bizim şuurumuzun səviyyəsini, keyfiyyətini göstəricisi kimi çıxış edir. Bu mənada biz şuuru ayrıca bir element kimi öyrənməkdə çətinlik çəkirik. Məsələn, biz duyğuları diaqnozlaşdırırıq, qavrayışı diaqnozlaşdırırıq, təfəkkürü, hafizəni, yəni bütün idrak proseslərini, emosional sahəni belə diaqnozlaşdırırıq ayrılıqda. Bunları bütövlükdə də intellekt səviyyəsində diaqnozlaşdırırıq. Amma biz şuuru, bax belə ayrıca mən şuuru ölçürəm deyə belə diaqnostik materiallarımız çox azdır. Düzdür, var, amma belə aydın və konkret bir səviyyədə hələlik deyil. Bu sahədə laborator təcrübələr aparılır, əlbəttə nailiyyətlər var. Amma biz bu nailiyyətləri hələ meydana çıxaracaq qədər və istifadə edəcək qədər imkanlarımız yoxdur. Şuurun inkişaf mərhələləri haqqında qısa da olsa məlumat vermək istəyirəm. Ümumiyyətlə, müxtəlif tədqiqatçılar şuurun inkişaf mərhələlərini bir neçə qrupa bölürlər, bir neçə səviyyə bölürlər. Mən bir məsələni də qeyd etmək istəyirəm ki, hazırda bir elm yaranıb daha doğrusu, valiologiya elmi. Valiologiya elmi fəlsəfənin, psixologiyanın, sosiologiyanın, pedagogikanın və digər elmlərin qovşağında yaranan, insanın psixoloji sağlamlığına yönələn, mənəvi psixoloji sağlamlığının qorunmasına yönələn və insan həyatının mənasını izah edə bilən bir elmdir. Çox gözəl, unikal bir elmdir. Mən təəssüf edirəm ki, Azərbaycanda bu elmə maraq göstərənlər o qədər çox deyillər. Səbəbi mənə məlum deyil, nəyə görədir. Mənim gəldiyim qənaətə görə Azərbaycanda elm sahələri hələ də tam olaraq materializmin təsiri altındadır. Məsələn, psixologiya elmi də belədir. Yəni, psixologiya elmində də biz, bu elmin nümayəndələri belə fəlsəfədə, ədəbiyyatda, folklorda, güzəran psixologiyasında, onun özünün qollarında, psixologiyanın qolları olan parapsixologiyada,
sonra transpersonal psixologiyada burada söylənilən faktları bir elmi fakt kimi qəbul edib çatdırmaqda çətinlik çəkirik. Çünki burada xüsusi bir qaydalar var, normalar var. Biz hər şeyi ehtimallarla danışa bilmərik. Biz o məsələləri qəti olaraq fikir söylüyoruz ki, bunlar laborator şəraitində və yaxud da ümumiyyətlə eksperimental şəkildə təsdiq olunub. Bu mənada biz şuurun insan həyatında, mənəviyyatındakı rolu ilə bağlı, onun məsələn kainatla əlaqəsi, kosmik fəza ilə əlaqəsi, holoqrafi sistemlə əlaqəsi haqqında fikirlər söyləməyimiz biraz yaxşı səslənmir. Amma reallıqda əslində bir çox elmlər bunu artıq qəbul edirlər. Mən də şuuraltı məsələsi ilə danışanda bununla bağlı bəzi fikirlərimi sizə çatdıracağım. Amma bu söhbət şuurdan gedirsə, şuur başqa bir məsələdir. Şuur, yəni psixologiya elmində insanın şuurlu fəaliyyətinin ifadəsidir. Şuurlu fəaliyyətinin adıdır, şuurlu fəaliyyətinin bütöv bir sistemidir. Bu mənada qeyd elədiyim kimi biz insan fəaliyyətində onun şuurlu səviyyəsini təyin edə bilirik və inkişaf mərhələlərinə qayıdıram. Şuurlu fəaliyyətin inkişaf mərhələsi təbii ki, uşaqlıq dövründən başlayır və bu fərdi şuura aiddir. Yəni, bilirsiniz ki, şuurun iki forması var, əsasən bir fərdi şuur və ictimai şuur. İctimai şuur da deməzdim, biz buna daha çox əslində kainatın şuuru, kosmik şuur, belə deyə bilərik. Və belə bir iddialar var ki, mən buna inanıram şəxsən. Nə qədər yəni, kosmik şuurun mövcudluğu ilə bağlı hələ qaranlıq, dumanlı bir məsələlər olsa da, yəni fizikanın qanunları sübut edir ki, bəli, dünyada bir idarə etmə sistemi var, dünyada bir nizam-intizam var ki, bu nizam qanun uyğunluqları biz görməliyik, bilməliyik və özümüz də ona bir insan olaraq əməl eləməliyik və bilməliyik ki, bizim hər birimizin fərdi şuuru tək deyil, yalnız deyil. Bizim fərdi şuurumuz özü də yalnız bizə aid deyil. Bizim fərdi şuurumuz filogenik təcrübədən, yəni bizim özümüzdən əvvəl yaşamış, minillər boyu yaşamış əcdadlarımızın həyatından, onların yaşadıkları hissi, emosional vəziyyətlərdən, onların keçirdikləri xəstəliklər nəticəsində şuurda baş verən dəyişmələrdən, yaxud da onların uğurlu fəaliyyəti nəticəsində yenə də onların şuurunda yaranan hansısa bir hissi, emosional vəziyyətlər, hansısa bir düşüncələr, hansısa bir enerji informasiyalarından yaranan bir şuurdur bizim fərdi şuurumuz. Bu mənada bizim fərdi şuurumuzun özündə də, yəni kainatın şuurun elementləri var. Buna baxmayaraq biz əlbəttə hər bir insanın özünə aid olan şuuru, onun fərdi şuuru adlandırırıq və belə də qəbul edirik. Fərdi şuurun, ümumiyyətlə şuurun inkişafı 4 əsas mərhələdən keçir. Birinci mərhələ uşaqlıq dövründə yaşadığımız egosentrizm mərhələsidir. Egosentrizm mərhələsində bizim üçün hələ dünya yoxdur. Mən və başqaları yoxdur. Orada yalnız mən tanımasaq belə, yəni öz mənimizi hələ kifayət qədər, 3 yaşa qədər tanımasaq belə, bizi hansısa bir düşüncələr idarə edir, hansısa bir reflektiv fəaliyyətdən, reflektiv hərəkətlərlə biz daxildə yaranan hisslərimizdən, emosiyalarımızla xarici aləmdən əlaqələr qururuq. Və bu əlaqələr kontekstində bizim şuurumuz hələ çox körpəlik dövrünü yaşayır və bu egosentrizm, yəni özünə mərkəzləşmə adlanır. Yəni, psixologiyada qəbul olunmuş qanun uyğunluqlara görə aparıcı fəaliyyətlər fonunda 1 yaşdan, 0 yaşdan anadan olandan 3 yaşa qədər 2 aparıcı fəaliyyət mərhələsi keçir insan. Birincisi, böyüklərlə intim emosional ünsiyyət mərhələsidir. İkinci mərhələ isə 1 yaşdan 3 yaşa qədər olan əşya manipulyattiv fəaliyyət mərhələsidir. 3 yaşda insanda şuurun ilk elementləri, cücərtiləri formalaşmağa başlayır. Yəni, bu dövrdə mən təsəvvür formalaşır. Mən, adı, soyadı,
deyə bilər uşaq, ailəsi, ailə üzvlərinin adları, özünə aid olan əşyalar, cisimlər və bu dövrdən başlayaraq artıq davranışın da rol formaları meydana gəlir. Uşaq başlayır rolları öyrənməyə, çünki nitqi var, artıq özünü kiçik ailə cəmiyyətinin bir üzvü hesab eləyir və burada artıq şuur başlayır tədricən genişlənərək ikinci mərhələyə keçməyə. Bu idrak mərhələsidir, ağıl mərhələsidir, intellekt mərhələsidir. Yəni artıq uşaq oynadıqca, başqa uşaqları qəbul elədikcə, onlarla ünsiyyətdə olduqca anlayır ki, məsələn, ailədə ondan başqa bacı qardaşları da var. Hansısa bir nəyisə yemək istəyirsə, orada başqalarında pay olmalıdır. Yəni yol gedərkən, cəmiyyətdə olarkən, ictimai nəqliyyatda olarkən, ümumiyyətlə ictimai mühitdə olarkən, yəni qışqırmağın yaxşı hərəkət olmadığını anlamağa başlayır və yaxud da başqa bir davranış normalarını pozmamağa çalışır. Əksinə də ola bilir, bu başqa bir mövzudur. Bu mənada şuurun ikinci mərhələsi 3 yaşdan başlayaraq idrak mərhələsi səviyyəsindən keçir. Üçüncü mərhələ isə artıq daha mühüm mənəvi mərhələdir ki, bu mərhələdə yeniyetməlik dövründən başlayaraq şuur tamam yeni mərhələyə keçir. Yenə burada aparıcı fəaliyyət də dəyişir. Yeniyetmələrdə intim şəxsi ünsiyyət aparıcı fəaliyyət formasında özünü göstərir və o artıq özü, mən və cəmiyyət, mən və başqaları, mən və kainat arasındakı əlaqələri aydınlaşdırmağa çalışır. Mən kiməm? Mən bu dünyada nə iş görməliyəm? Mənim yerim haradadır? Mən hansı funksiyaları yerinə yetirməyə məcburam və yaxud da istəyirəm və yaxud da olmalıyam? Yəni, çox sayılı sualların cavabını axtarır və mənəviyyat mərhələsinə keçir. Bu dövrdə yəni, inkişaf psixologiyasına məşğul olanlar bilirlər ki, yeniyetmələrin davranışında, düşüncələrində, şəxsiyyətində, münasibətlərində, bütövlükdə orqanizmdə çox böyük təlatümlər, dəyişmələr, çevrilişlər başlayır. Yəni, bir yandan insan uşaqlıq dövründən yaşlılıq dövrünə keçir, digər tərəfdən də onun şəxsiyyətində mühüm bir mərhələ başlayır. Artıq yeniyetmələr vətən, xalq, millət, torpaq, yəni bu kimi mənəvi dəyərlərə sahib olmağa başlayırlar. Özlərinin daxilindən gəlmiş, şuuratından gələn o istəklər, hisslər, bağlılıq, tələbatlar ki var. Fromun bu ilə bağlı çox gözəl təsnifatı var, tələbatlar sistemi ilə bağlı. Yəni artıq o hansı millətə, hansı dinə malik olduğunu anlayır, özünün kimliyini, bir şəxsiyyət olaraq, bir vətəndaş olaraq kimliyini anlayır və dərk edir və şuur artıq mənəvi, psixoloji səviyyəyə keçir. Dördüncü mərhələ ümumiyyətlə ideal səviyyədə mənəviyyat mərhələsidir ki, bu mərhələdə insan özünün ruhi aləmi ilə kainatın ruhi aləmi arasında bir əlaqə qurmağa çalışır. Əlbəttə, bu hər insana nəsib olmur. Yəni, burada biz digər elmlərin verdiyi məlumatlarla psixologiyanın məlumatlarını eyniləşdirsək, üz-üzə qoysaq, biz burada artıq Maslow tərəfindən verilən tələbatların iyerarxiyasında verilən ən yüksək təbəqənin şahidi oluruq. Yəni, burada insan özünü reallaşdırma, özünü aktuallaşdırma mərhələsinə gəlib çatır. İnsan özünün bütün idraki qabiliyyətləri ilə, potensialı ilə, şuur imkanları ilə, hər şeyi ilə, yəni özünün mövcudluğuna olan psixikasının bütün imkanları ilə, daxili resursları ilə həyatda özünü təsdiq etməyə çalışır. Əlbəttə, çoxları buna nail ola bilmirlər. Ona görə ki, uşaqlıq dövründən baxın, şuurun inkişaf mərhələlərində lazım olan səviyyədə olaraq valideynlər tərəfindən, təhsil sistemi tərəfindən düzgün yol göstərilmir, düzgün dəstək verilmir. Biz əslində bir cəmiyyət olaraq çox zaman bu inkişafın qarşısını alırıq. Uşağın hər bir istəyinə, yeniyetmənin hər bir tələbatına bir qəbahət kimi, bir pozulmuş davranış kimi yanaşmağa çalışırıq. Amma əslində bu belə deyil. Hələ uşaqlıq dövründə uşaqların ən böyük tələbatı böyümək tələbatıdır. İnkişaf etmək tələbatıdır. Biz çox zaman bunun da qarşısını alırıq.
Sən bacarmazsan, sən bilməzsən, onu, yəni valideynlər biz şahidiyik ki, məktəbə gedən uşaqların çoxları özünə qulluqla bağlı, özünə xidmətlə bağlı elementar əmək bacarıqlarına malik olmurlar. Niyə? Çünki ana onların əvəzinə bütün işlərini görür və şuuru da baxı belə inkişaf edir. Şuur, yəni mən bunu etdim, nəyə yaxşı etdim, nəyə pis etdim suallarının cavabını verəndə şuur düşünür ki, mən yəni nəyi etməliyəm ki, bu tələbatımı özüm şəxsən özüm ödəyim. Və o insan ki, özü nəyisə nail oldu, özü nəyisə əldə elədi, onda maraq yaranır, stimul yaranır, öz bacarığına güvən yaranır, ümumiyyətlə öz qabiliyyətlərinə inamı artır. Yəni görürsünüz, burada şuurun inkişafındakı keyfiyyət bilavasitə şəxsiyyətin inkişafı ilə üst-üstə düşür. Bu keyfiyyətlər üst-üstə düşəndə şəxsiyyət də, şuur da adekvat olaraq bir-birinə güc verərək, bir-birindən stimul alaraq inkişaf eləməyə başlayır. Əlbəttə, burada şuurun inkişaf səviyyəsinin də müəyyən imkanları var, fərdi imkanları var. Necə insan təfəkkürünün, insan idrakının, intellektinin fərdi inkişaf imkanları varsa, o cürə də şuurun da fərdi imkanları var ki, bu imkanlar səviyyəsindən kənara çıxa bilmir. Və bu mənada biz şuurun hər bir inkişaf mərhələsində insan fəaliyyətini dəyərləndirərək onun şuurunun hansı səviyyədə olduğunu görə bilərik. Və bir məsələni də qeyd etmək istəyirəm ki, şuur və intellekti eyniləşdirmək, tamamilə eyniləşdirmək düzgün deyil. Biz burada ağıl haqqında psixologiyada nə qədər konkret fakt olmasa da, hər halda biz bu ifadəni tez-tez işlədirik. Əslində, ağıl sözü əqil sözündən götürülür, əqil. Məsələn, biz psixologiyada əqli fəaliyyət ifadəsini çox tez-tez işlədirik, geniş şəkildə işlədirik. İdrak fəaliyyəti ilə, dərk etmək fəaliyyəti ilə əqli fəaliyyət bir-birinə yaxın götürülür. Pedaqogikada daha çox işlədilir. Amma ağıl sözünü o qədər işlətmirik. Çünki ağıl sözü ilə əqil sözü arasında fərq qoyulmuşdur. Əslində bu fərq özü aradan qaldırılmalıdır. Yəni demək istəyirəm ki, şuur və ağıl bir-birinə daha yaxın anlayışlardır. Amma şuur və intellekt o qədər yaxın deyil. Niyə? Məsələn, intellekt tipi çox yüksək olan insanlarda şizofreniya kimi ağır xəstəliklər ola bilər. İnsanlar var ki, şizofrenikdirlər. Mən bunun bir neçə dəfə çıxışlarında demişəm. Nobel mükafatı laureatı olan riyaziyyatçı alim var. O oyunların riyaziyyatı ilə bağlı, oyunların məntiqi ilə bağlı Nobel mükafatı alıb, Nature. Amma insan şizofrenik xəstə olub. Digər insanlarımız, tanınmış insanlarımız da var ki, xəstədirlər. Yəni, bu demək deyil ki, onların intellekt səviyyəsi əgər yüksəkdirsə, mütləq o psixoloji cəhətdən sağlam olmalıdır. Bu mənada şuur, ağıl və intellekt arasında biz tam korrelyasiya apara bilmirik. Hər halda müəyyən fərqlər var ki, bu fərqləri izah eləmək bir qədər çətindir və əgər biz burada şuurun keyfiyyətindən danışırıqsa, şuurun keyfiyyətini onu daha çox insanın mənəvi sahəsi ilə, onun dünya görüşü ilə, onun insanlara bəslədiyi münasibətlə, özünün bir vətəndaş vəzifələrini yerinə yetirilməsi məsələlərini əlaqələndirməliyik. Ola bilər, başqa bir ideya daşıyıcıları, başqa bir fəlsəfi, psixoloji görüşün daşıyıcıları başqa cür düşünürlər. Hər halda mən düşünürəm ki, şuur bizim bütövlükdə yalnız elm sahəsində, təhsil sahəsində fəaliyyətimizin yüksək göstəricisi deyil. Şuur bizim bütövlükdə bir insan olaraq, bir şəxsiyyət olaraq, bir sosial varlıq olaraq bizim fəaliyyətimizin göstəricisi sayılır ki, bizim şuurumuz hansı səviyyədədir. Digər bir məsələ də var burada. Yəni, elə tanımadığımız, bilmədiyimiz, fəaliyyətinə o qədər önəm vermədiyimiz insanlar var ki, onların şuurluq səviyyəsi daha yüksəkdir. Onlar bizim görmədiklərimizi sanki duyurlar, hiss edirlər, anlayırlar
və birdən-birə elə fikirlərlə çıxış edirlər ki, biz heç o barədə düşünməmişik. Dünyada belə həqiqətlər çox olub, dünyada belə insanlar çox olub. Bu qədər, yəni şuur səviyyəsində gedən söhbətlər, müzakirələr bu gün də elmlər arasında davam eləyir, psixologiya elmində də davam eləyir. Hər halda mən inanıram və ümid edirəm ki, yaxın 20 il ərzində psixologiya elmi şuurun bir çox şuurla bağlı hələ aydın olmayan suallarını cavablandıracaq. Bir neçə kəlmə də şuurun pozulması halları ilə bağlı fikir söyləmək istəyirəm. Şuur pozuntuları iki istiqamətdə özünü göstərir. Bir, ümumiyyətlə, patoloji istiqamətlərdə insanın müxtəlif xarakterli şəxsiyyət pozuntuları səviyyəsində, təfəkkür pozuntuları səviyyəsində, bu barədə danışmaq istəmirəm. İkinci səviyyə şuurun fəaliyyətinin durduğu vəziyyətlərdir. Şuurun özünü itirdiyi vəziyyətlərdir. Şuurun hansısa bir təsirlərlə qapandığı, bağlandığı vəziyyətlərdir. Məsələn, yuxu vəziyyətini götürək. Yuxu vəziyyətində şuur sanki yatır. Sanki yox, ümumiyyətlə şuur yatır. Və bu vəziyyətdə işləyən, çalışan şuuraltıdır. Və bizim bütün varlığımızda, həyatımızda, fəaliyyətimizdə baş verənlər, şuuraltına qovulan xatirələr yuxu dövründə aktuallaşır. Oyanır və biz yuxu görürük. O yuxularda bizim həyatımızla bağlı, hətta bir çox iddialar var, bir çox təlimlər var, yanaşmalar var ki, elə Sigmund Freud'dan başlayır bu fikirlər ki, yuxuların pozulması təlimi var xüsusi olaraq ki, yəni insan gördüyü yuxular gerçəkləşir və bu necə baş verir, necə olur? Bizim hər birimizin başına gəlir. Bir yuxu görürük, bir neçə gün sonra, bir neçə müddət sonra bu yuxular gerçəkləşir. O mənada, yəni, şuursuzluq vəziyyətində, yuxulu vəziyyətdə insanın şuuru sanki donur və bütün səlahiyyətlər keçir şuuraltı sahənin intuisiyanın əlinə. Digər bir şuursuzluq vəziyyətdə farmakoloji təsirlər ola bilər, alkoqol təsirləri, narkotik maddələrin təsirləri ola bilər, müxtəlif dərmanlar, ağrı kəsicilər, bunlar da ola bilər. Hipnotik vəziyyətlər, müxtəlif psixoloji təsirlərdən yaranan yüksək emosional hallar, affektiv hallar. Bax, belə hallarda da şuuraltı işləmir. Burada yalnız o insanın emosiyaları, o təhriklər, hiddət, qəzəb, kin, aqressiya, kiməsə vurmaq, öldürmək, deynəmək, yəni cinayətlərin böyük əksəriyyəti belə affektiv hallarda yaranır. Çünki şuur işləmir. Məsələn, intihar edən yeniyetmələri götürək. Sanki burada hər şey bitib, sondur. Yeniyetmə dövründə çox adi bir, çox kiçik bir inciklik, narazılıq, tənqid, təhqir, istəklərin qarşısının alınması. Məsələn, ata telefonu almır, uşaq gedib intihar edir. Yeniyetmə gedir intihar edir. Qız cavab məktubu yazıb, mən səni sevmirəm, yeniyetmə oğlan gedir intihar edir. Yeniyetmə qız gedib əlindən telefon aldığına görə 9-cu mərtəbədən özünü atır, intihar edir. Yəni, belə hallar bütün cəmiyyətlərdə var, kifayət qədərdir. Çünki bu, belə bir emosional vəziyyətdə şuur artıq işləmir. Belə hallar, əlbəttə, çox narahat edici hallardır, yuxular istisna olmaqla, amma belə kənar təsirlərlə şuurun pozulması, əlbəttə, insanın idarə olunmasına, hansısa bir təsir altında olmasına, hansısa bir vəziyyətdə olmasına gətirib çıxarır. Mən əvvəlki görüşlərimizdə bunu qeyd eləmişdim. Məsələn, psixologiyada somnambulizm bir xəstəlik deyək də, belə bir problem var. İnsan yuxu vaxtında durur, gəzir. Durur, gedir, cinayət törədir. Oyananda xəbər olmur ki, mən bunu eləmişəm. Şuursuz vəziyyətdə, bəlkə də şuurlu həyatına planlaşdırılanlar, şuurlu və o şuurlu vəziyyətdə həyata keçirilməyənlər şuursuz vəziyyətdə artıq yuxulu vəziyyətdə həyata keçirir. Belə, yəni şuur haqqında çox şeylər danışmaq olar, amma bugünkü mövzumuzda başqa bir mövzular da var. Mən istəyərdim bir neçə məsələlərdə onlarla bağlı aydınlaşdıran. Söhbət şuuraltı sahədən gedir. Şuuraltı sahə ilə bağlı psixologiya elmi həmişə mən qeyd elədiyim ki, çox ehtiyatla danışır. Ona görə ki, şuuraltı sahənin öyrənilməsi çox çətindir. Psixologiya elmində ilk dəfə şuuraltı ilə bağlı ilk tədqiqatlar Sigmund Freud tərəfindən aparılıb
və o gözəl, unikal bir psixoloji cərəyan yaradır, psixoanalitik cərəyan. Bu cərəyanda o sübut elədi ki, şuuraltı sahə şuurla sıx əlaqədədir. Şuuraltı sahənin yəni necə olmasın, onun bir fikri, aforizmi var. Bu fikirlə çox gözəl ifadə edir. Deyir ki, ümumiyyətlə şuur, insan şuuru geniş, əngin okeanlarda üzən bir aysberg kimidir. İnsanın şuuru, şuurlu sahəsi bu aysbergin görünən tərəfidir. Bilirsiniz ki, aysbergin görünən tərəfi çox kiçik hissədə olur. Amma onun görünməyən, okeanın dərinliklərinə batmış tərəfi insanın şuuraltı sahəsidir. Və bu şuuraltı sahəsində o qədər möhtəşəm, o qədər unikal, o qədər möcüzəli proseslər baş verir ki, psixologiyanın bunları kəşf elədikcə bir daha insan şuurunun imkanlarına özü də heyrət qalır. Nələr baş verir? Təxminən müəyyən qədər də olsa, əlbəttə bunları izah eləməyimiz lazımdır. Birincisi, yenə də o fikrimə qeyd eləmək istəyirəm ki, insan şuuraltısında var olanlar, mövcud olanlar, insanın özündən əvvəlki həyatında yaşamış əcdadların təcrübələridir. Bu təcrübələri biz filogenetik təcrübələr adlandırırıq, genetik hafizə, 6-cı duyğularda daxil olmaqla. Yəni bu genetik hafizədə yaşananlar, qorunanlar, bəli, bizim əcdadlarımızın yaşadıqlarıdır. Biz övlad dünyaya gətirənə qədər həyatımızı necə qurmuşuqsa, həyatımızı necə təşkil ediriksə, hansı emosional vəziyyətlər yaşayırıq, hansı xəstəliklər keçiririksə, biz onların hər birini öz övladlarımıza bu və digər səviyyədə ötürmüş oluruq. İndi hansılar ötürülür, hansılar ötürülmür, bu başqa bir mövzudur. Amma ötürülür və bu şuur altında qorunanlar filogenetik təcrübədən, eləcə də insanın uşaqlıq dövründən hələ özünün şuurluq səviyyəsinə, şuurun idrak səviyyəsinə keçənə qədər yaşananlar belə orada sıxışdırılaraq qalır. Məsələn, mən psixologiyada təsdiq olmuş bir faktı demək istəyirəm. Deməli, 1832-ci ildə Edward Tolmien siçanlar üzərində təcrübələr aparır. Təcrübələrdə o bir labirint yaradır, labirintin çıxacağına bir qida qoyur və siçan orada hərəkət edir. Siçan hərəkət edərək gəlir və qidanı tapır. Digər mərhələlərdə siçan artıq labirintdə çaşmadan, heç bir tərəddüd etmədən, labirintdə düzgün yolu seçərək gəlir və qidanı tapır. Və bu təcrübələr təbii ki, dəfələrlə təkrarlanır, başqa heyvanlar üzərində də təkrarlanır və Tolmien belə bir nəticəyə gəlir ki, canlılar getdikləri yolun, canlıların hafizəsində getdikləri yolun xəritəsi yazılır. Yəni, o getdiyi yolun sxemini beynində həkk edib saxlayır və bunu kognitiv xəritə adlandırdı. Bu anlayış, bu fikir kognitiv psixologiyanın haqqında deyilən ilk fikirdir. Məsələn, siz uşaq qucağınızda bir yaş yarımlıq uşaqla harasa gedirsiniz. Uşaq qatardan, maşından çölə baxır. Və təsəvvür edin ki, onun gördüyü obyektlərin, mənzərələrin bir çoxu onun şuuraltısında həkk olunur. Kognitiv xəritə formasında həkk olunur. Və yaxud da yeni yaranmış bir anlayışdır. 20-ci əsrin 70-ci illərdə kognitiv psixologiyada ikonik hafizə anlayışı. Digər anlayışlar var ki, yəni bizim heç diqqət yetirmədiyimiz, yadımızda saxlamadığımız obyektlər, hadisələr, mənzərələr, təsirlər belə bizim şuuraltımızda qorunub saxlanılır. O ki ola, uşaqlıqda yaşadığımız travmalar, ödənilməmiş tələbatlarımız, çətin həyat şəraitindən, eyni zamanda gözəl günlərimizdən qalan gözəl xatirələr. Məhz bu səbəbdən kurikulumlarda, şagirdlərin qruplaşmasında, yəni dərsin təşkilində
o kəşf etmə psixologiyasına üstünlük verilir. Belə bir faktlar var ki, şagirdlər müstəqil olduqda, onlara müstəqil tapşırıqlar, yaradıcı tapşırıqlar veriləndə onlar çox maraqlı, özünə məxsus, o fərdi təcrübəsindən gələn fikirlərlə, ideyalarla çıxış edirlər. Bunun səbəbi nədir? Uşaq bunu öyrənmədi, öyrədilmədi, oxumadı, yazmadı, hardan götürdü? Şuur altından, şuur altı obrazlardan, eşitdiyi fikirlərdən. Yəni orada nə baş verir? Orada hazırki təcrübə ilə şuur altında saxlanılan obraz, hadisə toqquşur, bir-birinə birləşir, assosiasiya əmələ gəlir. Yəni, mexaniki olaraq hazırda yaşanan emosional vəziyyət nəyisə öyrənmək demək istəyi ilə yaddaşda saxlanılan materiallar arasında bir əlaqələr qurulur. Və bu mənada insanın şuuraltı sahəsinin gücü bax bu qədər böyükdür və təsirlidir. Şuuraltının gücü ilə bağlı heç kimin, mən bilirəm ki, heç kimin şübhəsi yoxdur. Şuuraltının gücü haqqında bizim fəlsəfə tarixində də, güzəran psixologiyamızda da, mədəniyyətimizdə də çox saylı məsələlər var ki, bu məsələlər bugün də aktualdır və elm tərəfindən zaman-zaman sübut olunur, aşkarlanır və onun varlığı ilə bağlı konkret faktlar söylənir. Bu əlaqə kəsildir. Bu məsələ ilə bağlı ən maraqlı faktları transpersonaal psixologiyanın yaradıcıları Stanislav Grof, Moody, Maslow və bir çox başqa tədqiqatçılar tərəfindən işlənmiş materiallar bizə sübut edir. Bu materiallarda söhbət, məsələn, kliniki ölümlərdən, onların öyrənilməsi tarixindən gedir. Keçən əsrin 60-70-ci illərində yarandı bu məsələlər və bu faktlar toplandı. Belə bir yeni bir cərəyan yarandı psixologiyadakı, yəni insan kliniki ölüm vəziyyətində çox ecazkar, heyrətamiz bir vəziyyətlərlə üzləşir. Hələ buna qədər, bundan sonra artıq mədəniyyətlərdə yaşanmış təcrübələr öyrənməyə başlanıldı. Bu barədəki mənbələri diqqət yetirsəz, orada xüsusi bir xətt görə bilərsiniz. Düzdür, adı çəkilmir, daha çox Qərbin, eyni zamanda daha çox Hind, Çin, Tibet mədəniyyətində aid olan, onun mədəniyyətə aid olan məsələlər burada təhlil olunur. Amma bizim çox unikal, çox zəngin bir mədəniyyətimiz var. Tanrıçılıq, Qam-Şaman mədəniyyəti, Qam-Şaman mədəniyyəti. Bu mədəniyyətlərin izləri hələ bugün də qalır. Bilirsiniz ki, Rusiyanın zəbt elədiyi Sibir torpaqlarında yaşayan bizim qədim əcdadlarımız çox gözəl, unikal bir zəngin təcrübə yaradıblar. Bu təcrübə öyrənilir, amma bizə bir sözlərlə deyilmir. Yəni bu təcrübələrdə biz şamanların insanın şuuraltı ilə necə oynadığını, əyləndiyini, əlaqəyə girdiyini görə bilirik. Çox maraqlı araşdırmalar aparılır, müxtəlif jurnalistlər tərəfindən, tədqiqatçılar tərəfindən. Hələlik elm bunları sübut edə bilmədiyinə görə elm susur. Amma axı bunlar var. Mən sizə çox kiçik bir məqam deməzdim. Yəni Əhməd Ağaoğlunun xatirələrindən bir kiçik hadisəni sizə çatdırmaq istəyirəm. Deməli, Əhməd Ağaoğlu bilirsiniz ki, bizim Cümhuriyyət nümayəndələrinin, Cümhuriyyət ideyalarının qurucularından birisi məlum səbəblərə görə Türkiyədə yaşayarkən o bir odla bağlı, ateşpərəstliklə bağlı çox araşdırmalar aparır və ona deyirlər ki, Türkiyənin hansısa bir uzaq bir kəndində bir insan yaşayır ki, odla müxtəlif ayinlər yerinə getirir. Əhməd Ağaoğlu xahiş edir, onu ora aparırlar və orada o şaman mədəniyyətinin daşıyıcısı olan insanın odla necə bir gözəl, necə unikal ayinlər yerinə yetirdiyini görür. Və qayıtdıqdan sonra bu barədə bir məqalə yazır və bildirir ki, mən indiyə qədər atəşpərəstliyin
bu qədər dərin bir mədəniyyət, yəni təcrübəyə, mədəniyyətə, təsirə malik olduğunu bilmirdim. Yəni bir çoxları atəşpərəstliyin özünü Zərdüştü ilə əlaqələndirirlər, amma bu belə deyil. Atəşpərəstlik Zərdüştlükdən əvvəl türk mədəniyyətində mövcud olubdu. Bu başqa bir mövzudur. Yəni demək istəyirəm ki, Şuuraltı ilə bağlı ən çox tədqiqatlar aparan, ən az nəticələr söyləyən psixologiya elmidir. Ona görə ki, psixologiya elmi də dəqiq elm də artıq. Psixologiya elmi düzdür, sosial elmlər qrupuna salınır, amma onun elə sahələri var ki, o təcrübələr qoyulmadan heç bir fakt qəbul olunmur. Amma başqa elmlər çox cəsarətlə, çox maraqla, belə ağız dolusu bu barədə çox danışırlar, çox deyirlər və insanlar da bunlara inanırlar, güvənirlər. Ona görə də Azərbaycanda psixologiya elminin nümayəndələrinin susması, bir çox bildikləri məsələləri izah eləməməsi səbəbindən hələ də cəmiyyətimizdə bu falçılıq, bu ezoterik təcrübələr, bu şeylərə inanlar çoxdur. Düzdür, burada müəyyən həqiqətlər var, amma o insanların hansı sınaqlardan keçməsi ilə bağlı, hansı ekspertlər qarşısında bir cavab verməsi, hansı onun özünün o intuitiv imkanları ilə bağlı nələrin sübut olunması bizə məlum deyil. Sadəcə olaraq bir xəbər çıxır, hansısa bir evdə, hansısa bir ünvanda bir nəfər möcüzələr törədir və insanlar axın-axın onun yanına gedirlər. Axın-axın. Və sonda indiyə qədər mənim yaşadığım müddətdə İndiyə qədər bu cürə adı çıxan insanların hər birisi sonunda məlum olub ki, insanları aldatmaqla məşğul imişlər. Çünki burada bu fenomenal insanların xüsusi bir qabiliyyətlərini ölçən, müəyyənləşdirən fiziki tədqiqatlar, cihazlar var ki, bu cihazlara müəyyən etmək mümkündür. Mən demirəm, belə insanlar yoxdur. Yəni, şuuraltı ilə, şuuraltı sahənin gücü ilə, intuisiyanın gücü ilə, bu fövqəladə qüvvələrlə əlaqəyə girə bilən insanlar var. İnsanlar var 10.000 kilometrlərlə uzaqlıqda başqa bir insanın nə işlə məşğul olduğunu görür və deyir. İnsanlar var telepatik yolla kimlərinsə fikirlərini oxuyur. Ölkəmizdə də olub, Tofiq Dadaşov. Amma bu insanların imkanları, qabiliyyətləri də bir yerə qədərdir, bir məhdud səviyyədədir. Onlar hər şeyi, hər cürə izah etməkdə çətinlik çəkirlər. Və bugün psixologiya elmində artıq bu məsələlərin böyük əksəriyyətinə aydınlıq gətirilir, deyilir. Bizə qalır ki, bu məsələləri öyrənmək və insanlara çatdırmaq. Şuuraltının insanların həyatına çox böyük təsir etməsinin səbəbi əslində bu sahənin gücündən daha çox bu sahə ilə bağlı bizim az məlumatlı olmamızdır. Biz şuuraltını öyrənmədikcə, onun bizə hansı kömək eləyə biləcəyini maraqlanmadıqca, əlbəttə, o bizim üçün həmişə qeyri-müəyyən olaraq qalır və hər hansı bir hadisədə baş verən yanlışlıqlarımız, yəni hansı bir məsələni düzgün həll eləməməyimizin bir çoxunu heç bilmirəm necə oldu, fikrinə izah eləməyə çalışırıq. Nə oldu, necə oldu, bizim şuurumuz niyə dondu, niyə sustu? Məsələn, imtahana gedən tələbələr. Bugün biz bunu çox ağrılarını yaşayırıq. Valideynlər çox narahatdırlar, repetitorlar narahatdırlar. Tələbə gedir, abituriyent gedir, imtahana oturur, bildiyi sualın cavabını yazmır. Nə baş verdi? Şuur dondu, şuur altına əvvəldən topladığı o negativ fikirlər, təəssüratlar, hisslər hamısı oyandı, gəldi şuurun qarşısını kəsdi ki, sən bunu eləyə bilməzsən, eləyə bilərsənmi? Əminsənmi? Bax, belə yanlış suallar onu incidir. Ona görə ki, biz əvvəldən abituriyentlərimizi bu imtahanlara vaxtında psixoloji baxımdan hazırlamırıq ki, şuuraltını, şuur tərəfini idarə edə bilsinlər. Görürsünüzmü? O yol verdiyimiz səhvlər sonda illər boyu onun hazırlıqlarının nəticələrini heçə indirir, ya zəiflədir, ya da ümumiyyətlə çox pis nəticələr əldə etməyə səbəb olur. Və bu sahədə şuuraltı ilə bağlı məsələlərin içərisində bizi ən çox maraqlandıran məsələlərdən biri də intuisiya sahəsidir. İntuisiya ümumiyyətlə təbii amil kimi qəbul olunur.
istər fərdiyyətin, istər şəxsiyyətin quruluşunda, hələ zoopsixologiyada da instinktlərdən danışılır. Yəni çox ümumiyyətlə canlılar aləmində ən bir hüceyrələrdən başlayaraq, yəni ali sinir sisteminə malik olan canlılara qədər hər birində intuitiv fəaliyyət, hərəkət var. İntuitiv aktlar, instinktiv reaksiyalar var. Amma təbii ki, insanda daha mükəmməldir, daha yüksəkdir. Hazırda psixologiya elmində intuisiyanın tədqiqatlarına çox ciddi diqqət yetirilir və məhz bu səbəbdən, bu uğurlar səbəbindən biz, məsələn, indi rahatlıqla deyirik, intuitiv təfəkkür, intuitiv düşüncə, intuitiv ağıl, intuitiv şuur və yaxud da başqa bir anlayışları bir yerdə işlədirik. Niyə? Çünki artıq biz intuisiyanın bizə yalan məlumatlar vermədiyinə əminik. Sadəcə olaraq biz o məlumatları nə dərəcədə oxuyub öz fəaliyyətimizə tətbiq edə bilirik, nə dərəcədə intuisiyamızı anlayırıq. Doğrudur, bəzən intuisiya da yanıla bilir. İntuisiyada hansısa bir nəyinsə yanlış təsirlər altında yanlış məlumat verə bilər. Amma hər halda, əksər hallarda intuisiya bizə daha doğru məlumat verir. Ona görə ki, biz informasiyanı daha çox xarici orqanlarımız, xarici duyğu orqanları, reseptorlar vasitəsilə alırıq. Görmə, eşitmə, toxunma, iyi bilmə, dad bilmə. Amma biz unutmamalıyıq ki, bizim introreseptiv və ekstrareseptiv duyğularımız da var. Bunlar bizim bədənimizin toxumalarında, sümük başlıqlarında, daxili orqanlarda yerləşir və biz kainatla yalnız şuur səviyyəsində deyil, hansı ki o ekstrareseptiv duyğular daha çox şuurla əlaqədə işləyir. Amma adını çəkdiyim digər iki qrup duyğular həm də şuuraltı və intuisiya ilə işləyir. Yəni bizə xaricdən informasiyalar daşıyır və biz bu informasiyaları oxumağa o qədər də cəhd eləmirik. Doğrudur, bəzən hansısa bir hadisədən əvvəl mən bunu etməməliyəm, etməsəm daha yaxşı olar deyə bir düşüncə yaranır bizdə. Amma çox zaman bunun o qədər də fərqinə varmırıq ki, biz niyə belə düşündük. Şuuraltı ilə bağlı, yəni şuuraltıda intuisiyanın rolu ilə bağlı çox maraqlı faktlar var. Məsələn, holoqrafik sistemdən əlaqələrin necə qurulmasıdır, NLP texnologiyalarında, vizualizasiya prosesində intuisiyanın necə fəallaşması, şuur altında olan fikirlərin, düşüncələrin necə üzə çıxarılması, necə inkişaf elətdirilməsi. Təbii, burada da psixoanalizə istinad eləmələr var. Mən bayaq qeyd elədim də Sigmund Freud'in yaratdığı cərəyanda söhbət şuuraltı proseslərin idarə olunmasından da gedir. Burada söhbət insan şəxsiyyətinin mənlərindən gedir. Yəni biz öz mənlərimizin arasında yaranan münaqişələri şuuraltını və intuisiyanı oyadaraq həll edə bilər, aydınlaşdıra bilərik. Aydınlaşdırdıqdan sonra isə onların münaqişələrini həll edə bilərik. Şuuraltı mexanizmlərin yaranmasının qarşısını ala bilərik. Əgər bizdə şuuraltı 1, 2, 3, 4 mexanizm, müdafiə mexanizmi yaradıbsa, deməli biz reallıqda yaşamırıq. Deməli biz reallığı qəbul eləmirik. Biz özümüzü bir sanki səhnədə görürük və səhnədə rollar ifadə edir cəmiyyətdə, həyatımızda. Amma bugün bu rolların da son olmalıdır və bir gün biz ayılırıq ki, eyhat, mən nələrisə yanlış etdim, əldən buraxdım və mənim özümdə yaratdığım bu yalancı təəssüratlar yalan imiş. Reallıq tamam başqa bir şeydir. Buna görə də bu şuuraltını yaratdığı psixoloji mexanizmləri intuisiyanın köməyi ilə biz müəyyən qədər oxuya bilərik, öyrənə bilərik, araşdıra bilərik ki, bu proseslərin qarşısını alaq və özümüzü real həyata hazırlayaq, real bir insan imkanlarını özümüzdə yaradaq, mübarizədən, inkişaf eləməkdən, özümüzü təsdiq eləməkdən və özümüzü reallaşdırmaqdan çəkinməməliyik. Bu yolda qarşımıza çıxan əqli maniyələri, sosial maniyələri, psixoloji maniyələrin çoxsunu yavaş-yavaş dəf eləməyə çalışmalıyıq ki, biz bütün imkanlarımızı bir yerə cəmləşdirək, bir yerə qovuşduraq və bütün bir sistem halında bir şəxsiyyət kimi həyata qoşularaq həyatımızı nizamlayaq, düzənləyək.
Görürsünüzmü? Bugün yani bu hakkında danışılanlar göstərir ki, biz daha çox həyatda şuurlu fəaliyyətin nailiyyətlərinə güvənirik, şuurlu fəaliyyətin uğurlarını qiymətləndiririk. Amma biz şuuraltı və intuisiyadan o qədər də səmərəli şəkildə istifadə edə bilmirik. Əgər oxursanız, oxumaq istəsəniz, bunlarla bağlı yetərincə informasiyalar artıq var, verilir, söylənilir. Düzdür, ziddiyyətlidir. Yəni bəzən insanları aldadan, insanları səhv yola yönəldən informasiyalar da olur. Amma hər halda düşünürəm ki, bugün Azərbaycanda da psixologiya ilə bağlı, psixoloji xidmətlə bağlı ciddi araşdırmalar aparan insanların sayı artır. Bu sahədə danışanların da sayı artır. Yaxşı olar ki, dinləyəsiniz, izləyəsiniz, öyrənəsiniz ki, öz həyatınızı vəhdət halında, şuur və şuuraltının, intuisiyanın vəhdəti halında, ağılla, başla, necə deyək, öz təcrübənizə və imkanlarınıza güvənərək idarə eləyəsiniz. Əgər bu barədə hər hansı bir suallarınız varsa, əlbəttə mən çox şey danışa bilərəm, çox şey deyə bilərəm, amma fikirlərinizi də qarışdırmaq istəmirəm və istəyirəm ki, hər halda bu qaldırdığım məsələlər sizi düşündürsün ki, siz tək deyilsiniz. Yəni sizin üçün bu yolu göstərən gözəl elm var, bu elm psixologiyadır və bu psixologiya elminin imkanlarını, faktlarını öyrənərək bu sahədəki suallarınızın əksəriyyətini cavablandıra bilərsiniz. Əgər çətinliyiniz varsa, əlbəttə biz də bu sualları cavablandırma gücündəyik, imkandayıq. Hər birinizə sağlam həyat diləyirəm, hər birinizə azad şəxsiyyət olmaq, azad ruhda olmağı arzulayıram. Və bunun üçün yalnız siz özünüzü anlamalısınız, tanımalısınız, dərk eləməlisiniz və dəyərləndirməlisiniz. Mən istəyərdim mənim millətim, mənim cəmiyyətim, mənim ölkəm dünyada bu dini mövhumatın pəncəsindən azad olmuş, bugünkü elmlərin imkanlarından istifadə edən, şuurlu şəkildə özünü idarə etməyi bacaran, özünə gözəl həyatını təmin edə bilən bir ölkə olsun. Nəinki siz bu xoşbəxtliyinizi, bu azadlıqlarınızı başqa yerlərdə, başqa ölkələrdə axtarasınız. Özümüzdən, öz gözəlliyimizdən, öz imkanlarımızdan, mədəniyyətimizdən, babalarımızın bizə ötürdükləri bu sərvətlərdən yararlanaq və ölkəmizi, özümüzü inkişaf elətdirək. Sağ olun, gələn görüşlərə qədər.